Hər vaxtınız xeyir. Bugün gəlin birlikdə hər gün istifadə etdiyimiz, amma heç vaxt görmədiyimiz bir şeyin, yəni dünyamızı enerji ilə təmin edən o möhtəşəm mühəndisliyin pərdə arxasına boylanaq. Deməli, planımız belədir. Əvvəlcə elektrikin, belə deyək, əlifbasını öyrənəcəyik, sonra səhnənin əsas qəhrəmanları ilə tanış olacağıq. Ardınca onların iş prinsipini, yəni o nəhəng açarları necə çevirdiklərini anlamağa çalışacağıq və ən sonda bütün bu sistemin özünü fəlakətlərdən necə qoruduğunu aydınlaşdıracağıq. Yaxşı, böyük mənzərəni görməzdən əvvəl gəlin ən təməl anlayışlardan başlayaq. Axı bu şəbəkəni anlamaq üçün onun dilini bilməliyik, elə deyilmi? Başlayaq 3 əsas anlayışdan. Birinci terminimiz cərəyandır. Bunu anlamağın ən sadə yolu su borusu təsəvvür etməkdir. Baxın, borudan axan suyun miqdarı, yəni həcmi, elə cərəyan deməkdir. Biz bunu amperlə və ya qısaca A hərfi ilə ölçürük. İndi gəldik gərginliyə. Su borusu analogiyamıza qayıtsaq, əgər cərəyan axan suyun miqdarıdırsa, bəs o suyu boruda hərəkət etdirən qüvvə nədir? Təzyiq düzdürmü? Bax, gərginlik də məhz o təzyiqdir. Elektrik yükünü hərəkətə gətirən gücdür və biz onu voltla ölçürük. Və nəhayət güc. Bu ikisinin, yəni cərəyanla gərginliyin birləşməsindən yaranan nəticədir. Başqa sözlə, suyun miqdarı ilə təzyiqinin birlikdə nə qədər iş görə biləcəyidir. Məsələn, bir su dəyirmanını nə qədər sürətlə fırlada bilər? Bax, bu gücdür və wattla ölçülür. Yaxşı, artıq elektrikin dilini bildiyimizə görə, gəlin səhnənin əsas ulduzu ilə tanış olaq. Bütün bu enerjini idarə edən, onu bir səviyyədən digərinə keçirən o möhtəşəm qurğu, transformator. Baxın, transformatorlar haqqında ilk təəccüblü fakt, onların içi xüsusi bir yağla doldurulub. Amma bu, maşın yağı kimi bir şey deyil, heç də. Bu yağın 2 super vacib vəzifəsi var. Birincisi, işləyərkən dəli kimi qızan o nəhəng dolaqları soyutmaq. İkincisi isə yüksək gərginliyin bir-birinə dəyib fəlakət yaratmasının qarşısını alan bir izolyator rolunu oynamaq. Yəni həm soyuducu, həm də qoruyucu. Amma onu da bilmək lazımdır ki, bütün transformatorlar eyni deyil. 2 əsas növü var və aralarındakı fərq əslində çox sadədir. Dolaqların bir-birinə necə bağlandığı. Birində dolaqlar bir-birinə dəymir, enerji aralarında bir növ görünməz maqnit körpüsü vasitəsilə ötürülür. Digərində isə, yəni avtotransformatorda, dolaqlar birbaşa naqillə bir-birinə bağlıdır. Bax, bu kiçik dizayn fərqi onların harada və necə istifadə olunacağını tamamilə dəyişir. Deməli, əlimizdə inanılmaz dərəcədə yüksək gərginliklə işləyən bir cihaz var. Bəs sual budur. Bu qədər böyük bir gücü necə təhlükəsiz şəkildə açıb bağlamaq olar? Evdəki elektrik açarını çevirməyə bənzəmir, elə deyilmi? Cavab əslində ikili bir sistemdə gizlidir. Şəbəkədə 2 fərqli növ açar var. Biri var açar, biri də var ayırıcı. Açar yük altında, yəni cərəyan axarkən dövrəni aça bilən güclü bir mexanizmdir. O, yaranan o nəhəng elektrik qövsünü söndürməyi bacarır. Ayırıcı isə, belə deyək, daha çox təhlükəsizlik üçündür. Onun işi cərəyan kəsildikdən sonra dövrədə gözlə görünən bir boşluq yaratmaqdır ki, orada işləyən hər kəs tam əmin olsun ki, xətt ölüdür. Və baxın, buradakı ən kritik həyati məqam budur, ardıcıllıq. Bu iki əməliyyatın sırasını səhv salmaq olmaz. Əgər kimsə açarı deyil, əvvəlcə ayırıcını açmağa cəhd etsə, nəticə sadəcə fəlakət olar. Nəhəng bir partlayış, böyük bir qəza deməkdir. Buna görə də qızıl qayda belədir. Sistemi söndürərkən birinci addım həmişə açarı açmaqdır. Bu, cərəyan axınını dayandırır. Yalnız və yalnız bundan sonra təhlükəsizlik boşluğunu yaratmaq üçün ayırıcı açılır. Sistemi yenidən işə salmaq üçün isə tam tərsinə hərəkət edirik. Əvvəlcə fiziki əlaqəni bərpa etmək üçün ayırıcını bağlayırıq. Hər şeyin yerində olduğundan əmin olduqdan sonra isə son addım olaraq açarı bağlayıb cərəyanın axmasına icazə veririk. Yaxşı, bu qədər yüksək gərginliklərdən, böyük gücdən danışdıq, bu isə məntiqli bir sual doğurur. Siz 100 minlərlə voltluq bir elektrik xəttini necə ölçə bilərsiniz? Yəni, adi bir multimetri ora yaxınlaşdıra bilməzsiniz. Bu aydındır. Bəs mühəndislər bu dəhşətli rəqəmləri necə izləyir və idarə edir? Cavab çox dahiyanədir. Onu birbaşa ölçmürsünüz. Bunun əvəzinə onu kiçildirsiniz. Bunun üçün xüsusi ölçü transformatorları mövcuddur. Onlar sanki şəbəkənin hissiyyat orqanlarıdır.
Gərginlik transformatoru yüksək gərginliyi, cərəyan transformatoru isə yüksək cərəyanı təhlükəsiz, idarə olunan səviyyələrə endirir. Onların əsas məqsədi həm orada işləyən insanları qorumaq, həm də bütün o həssas ölçü və mühafizə cihazlarına həzm edə biləcəkləri kiçik siqnallar göndərməkdir. Miqyası təsəvvür etmək üçün baxın, gərginlik transformatoru xəttəki, məsələn, 330 min voltu götürür və onu cəmi 100 volta endirir. İnanılmaz bir kiçiltmədir, elə deyilmi? Bu 100 voltla artıq təhlükəsiz işləmək olar. Eyni hekayə cərəyan üçün də keçərlidir. Təsəvvür edin, xəttdən 1000 amperlik nəhəng bir cərəyan axır. Cərəyan transformatoru isə onu götürüb standart təhlükəsiz bir rəqəmə cəmi 5 amperə çevirir. Bu kiçik rəqəmlər əsas xəttdə baş verənlərin dəqiq bir güzgü əksidir. Yaxşı, biz artıq gərginliyi və cərəyanı təhlükəsiz şəkildə ölçməyə bacarırıq. İndi gəldik ən həyəcanlı hissəyə. Bu kiçik təhlükəsiz siqnallar bütün o nəhəng şəbəkəni fəlakətlərdən qorumaq üçün necə istifadə olunur? Gəlin şəbəkənin səssiz gözətçiləri ilə tanış olaq. Bax, bu kiçik siqnallar relé mühafizəsi adlanan super ağıllı, avtomatlaşdırılmış bir sistemə gedir. Bu sistemi şəbəkənin sinir sistemi və beyni kimi düşünə bilərsiniz və onun işləməsi üçün 4 dəmir qanun var. 1. Etibarlı olmalıdır, yəni lazım olanda 100% işləməlidir. 2. Həssas olmalıdır. Ən kiçik problemi belə gözdən qaçırmamalıdır. 3. Çox sürətli olmalıdır. Problemi saniyənin cüzi bir hissəsində təcrid etməlidir. Və 4. Selektiv, yəni seçici olmalıdır. Bütün şəhərin işığını söndürmək əvəzinə yalnız və yalnız zədələnmiş o kiçik hissəni dövrədən ayırmalıdır. Və bu mühafizənin özünün də fərqli, çox maraqlı növləri var. Məsələn, diferensial mühafizə avadanlığa girən cərəyanla çıxan cərəyanı müqayisə edir. Arada fərq varsa, deməli içərdə nəsə sızıntı var və sistemi anında 0 saniyədə açır. Başqa bir növ maksimal cərəyan mühafizəsi. Cərəyanın birdən-birə kəskin artdığını görəndə, məsələn, qısa qapanma zamanı işə düşür. Ən maraqlılarından biri isə qaz mühafizəsidir. Bu, transformatorun içindəki yağda problem yarananda ayrılan qaz baloncuqlarını hiss edir və avadanlığın özü-özünü məhv etməsinin qarşısını alır. Sanki sistem problemin iyini alır. Gördüyünüz kimi, evimizə gələn elektrik sadəcə bir naqildən axan güc deyil. Bu, hər bir komponentin öz rolunu oynadığı, mükəmməl bir ahənglə işləyən, sanki mürəkkəb bir rəqsdir. Hər şey dəqiqlik, sürət və təhlükəsizlik üçün qurulub. Ümid edirəm bu izahımızdan sonra növbəti dəfə işığın düyməsini basanda divarın arxasındakı o nəhəng, görünməz dünyanı sizin üçün mükəmməl ahənglə çalışan o səssiz gözətçiləri bir anlıq da olsa xatırlayacaqsınız. Bizimlə olduğunuz üçün təşəkkürlər.